Dəyərli izləyicilər, aktual xəbər olaraq bugün yenidən şəhid ailəsindəyik. Hansı ki, şəhidimiz bu günlərin dünyaya göz açmışdı, Mövlud günüdür. Şəhid Samir Paşayevin evindəyik. Birazdan ailəsi ilə görüşüb, söhbət edib sizlərə təqdim edəcəyik ki, həmən şəhidimiz Azərbaycan xalqı üçün kim idi, dövlətimiz üçün kim idi, hansı cəsurluqları olmuşdu, hansı igidlikləri olmuşdu. Hal-hazırda görürsünüz, dostlarımızla bərabər Tofiq doktor, Dürdanə xanım, bizim komandirimiz, dəyərli qazimiz, vətənin qeyrətli oğlu komandir, hansı ki bizim şəhidimizin komandiri olmuşsunuz. Bəli, Sakit bəy. Bəli, bizlə bərabərdir. Birazdan hər birinin təqdimatını edib, çıxışlarını sizə təqdim edəcəyik. Dəyərli izləyicilər, bax gördüyünüz bu yaşıllıq, çiçəklik, gözəllik məhz Samir Paşayevin xatirəsinə ailəsi tərəfindən həsr edilibdir. Bu gözəl abidəyə baxanda şəhidin üzündəki nura bir baxın, təbəssümə baxın, həyat eşqi ilə yaşayan bir igid olubdur. Vətəni üçün canından, qanından keçibdir. Baxın, başları üzərində Azərbaycanın bayrağıdır, bizim müqəddəs bayrağımızdır. Şəhidimizin ruhu qarşısında baş əyirik, məqamı ucadır, məkanı cənnət olsun. Birazdan ailəsi ilə görüşüb, anasından xəbər alıb sizlərə xəbər çatdırasıyıq. Bax, bu qəhrəman kim idi? Sizlər də gəlin belə şəhid ailələrində ziyarətdə olub. Bax, bu gözəl, füsunkar, görün necə gözəl bir təbiət yaradıb ata burada, ana burada. Hətta burada əyləşmək üçün skamyalar da var. Oturub bu çiçəklərin arasında şəhidimizin anası ilə, atası ilə, onun yaxın keçmişi ilə maraqlana bilərsiniz və bu evdə bir çay içib ananın, atanın könlünü xoş edə bilərsiniz. Bu gün də bax bu igid dünyaya göz açdı. Elə bir igiddir ki, Azərbaycanda tarixlərə adı düşdü. Qanı ilə tarix yazan Samir Paşayev. Kim idi? Birazdan sizin üçün təqdim edəcəyik. Dürdanə xanım aktual xəbərin Səhiyyə şöbəsinin müxbiridir. Fizioterapi, psixoloqdur. Daim bizlərlə bərabər bu xeyriyyə yolundadır. Xoş gəlmisiniz siz də bizlə bərabər. Xoş gəlmisiniz deyirəm niyə? Çünki mənlə bərabər bu yolu gedirsinizsə, həmişə xoş gəldiniz demək istəyirəm. Çünki bu təşəbbüsə hər insan qatılmır. Bizim dəyərli komandirimiz, qardaşımız, Azərbaycanın igidi, mərdi və bu 44 günlük vətən müharibəsində, aprel döyüşlərində xüsusi əməyi keçən, izlər yaradan, izlər qoyan komandirdir, qardaşımızdır. Tofiq doktor hər zaman xalqının, millətinin xidmətində olub və 44 günlük müharibədə də hansı bizim şəhidlərimiz ki olub, yaralanıb gəliblər, qazilərimiz ki var, onların xidmətində dayanıb. Təşəkkür edirəm sizə də. Buyurun Dürdanə xanım. Çox sağ olun Əfsanə xanım, təşəkkür edirəm. Həqiqətən hər bir şəhid ocağı bizim üçün hər zaman qeyd edirəm ziyarətgahdır və bu şəhidimizin də Samir Paşayevin bu günləri cənnətdəki mövludunu qeyd edirik. Cənnətdəki dəyişməyən mövludun mübarək olsun şəhidim. O şəhid ki, öz qanları ilə zəfəri yazdılar və biz də bir vətəndaş olaraq, bir Azərbaycan xanımı olaraq özümüzə bir borc bilirik. Gəlib bu şəhadət günündə iştirak edək, şəhidimizin ruhundan bir dua alaq, şəhidimizin ocağından ruhuna bir az da olsa toxunuş eləyək. Və Əfsanə xanım, çox sağ olun, təşəkkür edirəm. Mən bir aktual xəbərin səhiyyə müxbiri olaraq biz bərabər addımlayırıq. Təbii ki, təbii ki. Həqiqətən mənim üçün çox fəxarət hissidir ki, belə müqəddəs yerləri ziyarət edirik və şəhidlərimizin ruhunu burada hiss edirik. Bundan böyük xoşbəxtlik ola bilərmi? Sizin də qeyd elədiyiniz kimi, gəlin, şərt o deyil çəkiliş eləyək, şərt o deyil hardasa işıqlandıraq. Əsas odur ki, gəlib o şəhidin ruhunu ki burada hiss edirsiniz, o ananın duasını alırsınız. Bərabər şəkildə. Bərabər şəkildə. İnanın ki, bundan böyük mükafat yoxdur, bundan gözəl iş yoxdur. Bir daha şəhidimizin mövludu mübarək olsun. Sizlərə təşəkkür edirəm ki, bizi bu işlərə vəsilə edib, az da olsa savab qazanırıqsa, nə xoş bizlərə. Siz danışdıqca mən komandiri izləyirdim, üzümdə təbəssüm yaranırdı. Bəlkə də
çəkilişə baxanlar deyər ki, Əfsanə xanım niyə gülümsüyür? Mən sizin o keçmişə qayıtdığınız, gözünüzdən o keçən lentləri Allahın olsun izlədim. Vallahi izlədim. Siz danışırsınız, mən komandiri izləyirəm. Hərdən baxır, gülümsüyür, gözünü belə yan tutur. Bizim şəhidimizin komandiri birazdan danışacaq nələr baş verdi. Buyurun, bir-iki kəlmə siz də deyin, komandir. Həqiqətən çox kövrəldim o hissəyə. Təşəkkür edirəm. Bu günləri Samir Paşayevin mövlud günüdür. Cənnətdəki mövludu mübarək olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əlbəttə ki, orada iştirak edən bütün insanlar Qarabağ savaşında şəhiddən danışmaq üçün çox əziyyət çəkilir. Amma yenə də danışmalıyıq. Sizin gözləriniz Əlbəttə ki, danışır. onun danışmalıyıq. Bəli, həqiqətən. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərin Musa məqamı uzadır. Şəhid valideynlərin qarşısına baş əyirəm. Cənnətdəki dəyişilmənin mövludu mübarək Paşayev Samir. Can. Şəhid deməyə də adamın dili gəlmir. Çünki onlar yaşayırlar. Baxın, siz ona baxanda mən hiss elədiniz ki, balanız Onlar kimi baxdınız. yaşayırlar. Onlar Allaha. həmişə bizim qəlbimizdədir, ürəyimizdədir. Keçmişi xatırladınızmı? Əlbəttə ki, çox. Mən onu sezmişəm ha. Vallahi dəyərli izləyicilər, Sakit bəy danışdıqca o gözlər onu deyir. Tam səmimi o gözləri mən izlədim. Müharibəyə Aslan Şükürmədir. Həqiqətən bir komandir üçün çox çətin bir şeydir ha. Əlinin altında balası kimi saxladığının bir gün şəhid olduğuna baxır. Vallahi çox çətin bir mövzudur. Tofiq doktor, indi biz geniş danışacaq. Biz Sakit bəyin danışığı bizim üçün önəmlidir. Çünki şəhidimizlə o 44 günlük savaşın içərisində o hissləri, bəli, canlı şahiddir və bir də hansı ki biz çəkdiyimiz şəhidin komandiri olubdur. Ondan çox şeylər eşidəcəyik. Tofiq doktor, Çox sağ bəli. olun, təşəkkür edirik sizə. Bu iki günü bizə qismət elədiyiniz üçün. Şəhidin qarşısında, bütün şəhidlərimiz qarşısında baş əyirik. Allah onların ruhunu şad eləsin. Yeri cənnət olsun. Qazilərimizə də Allah can sağlığı versin. Belə günlərə, belə vaxtlara, zamanlara vaxt keçirmək olduqca xoşdur. Keçmişi xatırladıqca bizdə istər-istəməz bu müharibənin çətinliklərini, müharibədə gedən əziyyətləri, onların fədakarlığı insanın göz qarşısında lentə kimi gedir. Əsas odur ki, xoş dəqiqələr yada düşür, Bəli. çətinliklər, bəli, Müharibədir, müharibənin asandı yoxdur. Bəli. Düşmən düşməndir, düşmənin zəif hadisi olmur. Düşməndir, qisas almaq istəyir. bəli. Sən öz torpağı uğrunda mübarizə apar, qan tökürsən. O torpaqlar ki bizə onlar bəxş edib, Bir Qarabağlı kimi sizə həqiqətən, bəli. O Zəngilanı azad edir mənim vətənim. Bəli, sizin vətəninizi. Həkəri çayın boyunca getmək, Bəli. uşaqlığı orada Çox keçirmək, gözəldir Həkəri 8 orada çayı. işləmək. Allah baxmadı. Bəli. Bu vətəndir. Laçına, Necə ki siz orada başhəkim işləmisiniz, təbii ki, əməyiniz var o torpaqda. Bəli. Bu insanlar ki yerinə, yurduna didərgin salıb sonra onları yerinə qaytarmaq elə möcüzədir. Möcüzədir. Bu Həqiqətən şəhidlər də möcüzədir. bu tarix bir Bəli, möcüzədir. bəli. Dəyərli izləyicilər, biz keçək şəhidimizin evinə, yaşadığı ünvana, o ruhunu salamlayaq, hiss edək, anası atası ilə görüşək və sizlərə xəbər edək. Bizim Samir Paşayev hansı qəhrəmanlıqları göstərdi. Ən doğrusunu atasından çox bax bizim dəyərli Sakit qardaşımız, komandirimiz sizə çatdıracaq və mən bu şəkillər üçün təşəkkürüm var. Bu şəkilləri bizə hədiyyə edən İnşaatçılar metrosunun yanında yerləşən Ener Telekomun foto bölümü var. Həmən foto hissəsində Minarə xanım rəhbərdir və bizə hər zaman deyib ki, mən sizin yanınızdayam, bəli, dəstəyəm. Nə zaman şəhid evinə getdiniz, bax bu şəkillər məndən hədiyyə olsun. Minarə xanım, əzizim, sizə dərin təşəkkürümü bildirirəm. Bəlkə də kimisə üçün bu kiçik hədiyyə görünə bilər, amma bizim üçün çox böyük dəyəri var. Çox insanlar bu təşəbbüsə qoşulmur. Mənim bir kəlmə sözümü, bəli, niyə də yox dediyiniz üçün mən sizə təşəkkür edirəm. Və inanıram ki, bu etdiyiniz jestlər, bu etdiyiniz bizim üçün xidmətlər Allahın qatında sizə geri dönüş eləyəcək. Çünki biz şəhid ailələrinə borcluyuq və onların daim xidmətindəyik. Bu xidməti anladığınıza görə, əməl etdiyinizə görə Minarə xanım, sizə dərin təşəkkürümü bildirirəm və əminəm ki, biz hansı şəhid ailəsində olsaq, məhz bax belə gözəl çərçivələri, şəkilləri anamız üçün, atamız üçün siz hədiyyə edəcəksiniz.
Dəyərli izləyicilər, bir nüansı da sizə qeyd edeyim ki, baxın, bax bu it, bu heyvan Samir Paşayevin demək, əskər getməmişdən öncə, xidmətdə olmamışdan öncə bax bu iti saxlayırdı. Həmən bu it o qədər vəfalıdır ki, yaxına gəl, görün, yaxına gəl. Ana deyir ki, mən bu itə o qədər diqqət edirəm ki, o Samirin əmanətidir. Düz 7 ildir bu ailədədir və həqiqətən ata nə deyir, ana nə deyir, ona əməl edir də. Yəni get, gəl. Sanki şəhidimizin olmamağını hiss edir. Bax. Nifrətəm çevirdin baxışlarını, qan səklərdən axışları, günlərə qərq olmuş başdaşlarının, namusu, qeyrəti daşır şəhidlər. Nifrətə çevrildi baxışlarınız, qanlı səklərdən axışlarınız, güllərə qərq olmuş başdaşlarımız, namusu, qeyrəti daşır şəhid. Dəyərli izləyicilər, bugün biz sizə bayaq qeyd etdim, şəhid Samir Paşayevin yaşadığı ünvandayıq. Hansı ki, bu evdə onun xatirə dolu günləri olubdur. Bu evdə yaşayıb, balaca bir evdə böyük bir arzularla yaşayıbdır. Biz anamıza, atamıza öz təşəkkürümüzü bildiririk ki, bugün bizi həqiqətən, bax bu gözəl, nazlı, neymətli şirniyyatları düzmüsünüz. Ehsanı olsun şəhidimizin. Bütün şəhidlərin ehsanı olsun. Bugün dünyaya göz açmışdı. Arzuları var idi, istəkləri var idi. Hansı ki, anamız, atamız şəhidimizi böyüyərkən hansısa bir ürəyindən keçən arzular var idi ki, onlar yarım qaldı. Amma o yarım qalan arzulardan böyük bir keçmiş və gələcək yazıldı. Qanıyla, canıyla, bahasıyla tarixlər yazanlar sırasına adı yazıldı. Məkanı, məqamı hər zaman Samir Paşayev. Bax, bugün sənin yaşadığın evdəyik. Ruhun şad olsun. Əminəm ki, ruhun şaddır. Çünki ruhun ona görə şaddır ki, belə ailələri dövlətimiz tək qoymur və bizi kimi vətəndaşlar da özünə bir vətəndaş borcu bilir və sizin atanız, ananız elə bizim atamız, anamızdır. Hər zaman qulluğunuzda hazırıq. Dünya durduqca biz sizlərdən halallıq almalıyıq. Vallahi həqiqətən ayata, həqiqətən yəni, bugün Azad Firavan yaşayırıqsa, hər şəhid ailəsinə gedəndə anaya, ataya deyirəm. Ata yoxdursa anadan. Allah ikinizə də ömür versin, sağlıq versin ki, nə yaxşı ki, elə bir-birinizin yanınızdasınız. Nə yaxşı ki, sizin ikinci bir övladınız da sağ-salamat yanınıza qayıdıbdır. Bildiyim qədərilə ikisi də döyüş meydanında olubdur. Şükür Allaha ki, heç olmasa biri də varsa salamat qayıdıbdır. Elə şəhid ailələri var ki, bir evdən 2 şəhid çıxıbdır. Onun dərdi bir başqa ağırdır. Allah sizə səbir versin. Əsas odur ki, biz sizlərin yanındayıq. Sizlər Azərbaycan xalqının ən sevimli ailəsi. Çünki ona görə sevimlisiniz ki, Azərbaycan xalqının qeyrətini qoruyan, mərdlik göstərən oğul yetişdirmişsiniz. Bu, hər anaya, ataya nəsib olur. Deməli, mən bayaq sizə qeyd elədim, hansı evlərdə biz oluruqsa, hər zaman o sözü deyirik. Şəhid evləri bir ziyarətgahdır, bir ocaqdır. Valla sizlər də gəlin o hissi yaşayın. İnsan o qədər ruhu təmizlənir. Söhbət əsnasında anamızın, atamızın könlü xoş olur. Onlar tək olmadığını hiss edir. Və şəhidimizin gələcəyini biz gördük. Bunu Cənab Prezident göstərdi ki, onun adı dünya durduqca yaşayacaq. Gələcəyini artıq özü yazdı. Amma bir keçmişi var idi. O keçmişini atadan, anadan soruşmaq istəyirəm ki, necə bir oğul idi, hansı xatirələrlə yaddaşlarda qaldı və onun 44 günlük vətən müharibəsində keçdiyi o ömrü, hansı ki, qısa ömrü ki, bir tarix yazdı, ömürlük bir tarix yazdı, onu bizim dəyərli komandirimizdən soruşasıyıq. Anamızdan, atamızdan soruşaq. Günü bugün də bilirəm ki, o keçmiş, o kasıb günlər ki var idi.
Hansı ki, bax, belə balaca bir evdə böyük bir xoşbəxtçilik var idi. Və o xoşbəxtçilikdə arzularımız böyük idi. Amma yenə də şükür olsun ki, hamımızın, belə deyək, bu dünyanı tutub duran deyilik. Dünyadan köçən vaxtımız gələcək. Amma əsas odur ki, o şəhadətə hər adam ucala bilmir. Allaha qonaqdır, Allahın yanındadır. Bunu hər zaman deyirəm, vurğulayıram. Ata sizdən də eşidək, ana sizdən də eşidək. Qoy dəyərli tamaşaçılarımız bilsin ki, Samir Paşayev necə bir oğlu idi. Biz onu çəkdik, bayaqların abidəsini, büstünü göstərdik. Mən onun üzünə baxanda bilmədim o şəhiddir. Ancaq gülüb danışırdım onu. O qədər gözəl siması var idi ki, və bugün də var, yaşayır. Çətindir sizə danışmaq. Anla danışır. Qardaş da gəldi indi. Gəlir, gəlsin, o da danışsın. Danışmaq. Burada cavabdır. Qapdan baxdı, qalxdı. Şükür olsun onu saxlayana, qovuşdurana. Şükür olsun ki, o bugün sizin yanınızdadır, təsəllinizdir. Valla şükür olsun. Anamızdan eşidək bir-iki kəlmə tamaşaçılarımıza ki, həqiqətən, bax, bu çəkilişlər bir tarixdir. Biz bunu sosial şəbəkələrdə yükləyəndə sizin oğlunuzun tarixçəsini izləyirlər, bilirlər. Necə müəllimələr riyaziyyat dərsi keçir, tarix dərsi keçir. Bax, bu şəhidlərin də bir tarixi var. Bunlar həqiqətən bir tarixdirlər. Ona görə yeni gələn nəsillər bizim şəhidlərimizin həyatını mütləq şəkildə bilməlidir, unutmamalıdır, hər zaman xatırlatmalıdır və xatırlamalıdır. Anamız nə deyə bilər bizim bax bu şəhidimizlə bağlı? Samir Paşayev, o gülən üzü, nə şıltaqlıqları var idi ana? Samir ağıl uşaq idi. Elə gülməyinə baxma. Onun ürəyinin təmizliyi idi ki, gülürdü elə. Bəli. Ağıllı uşaq idi, yəni atasında, anasında. Hamıya qarşı yaxşı, ağıllı, savadlı. savadlı. İnstitutda eşitdim, qəbul olmuşdu. Orta məktəbdə fərqlənməklə bitirib. Nə gözəl. Universitetdə 600 balla qəbul olub, ingilisində oxuyub, universitetdə Aha, medallar dilləri bitirir. aha, görürsünüz. Qısa ömrünü görün necə şərəfli yaşayıbdı. Mən deyərdim ki, ömrümün ən gözəl illərini Samir olan illər idi. Samir olanda çox şeyimiz yox idi, kasıb idik amma. Can, İndi hər şey var. Samir yox. Samir yox. Adı var, yaşayır. Elə insan var ki, deyir, ən gözəl bir şey öləndən sonra da yaşamaqdır. O hər an yaşayır, o bu dünyada yox kimi görünmür, var kimi görünür. Təbii ki, heç nəyin dadı yoxdur, ana üçün ağır dərddir, ana üçün həqiqətən heç bir anaya biz o təsəllini verə bilmirik. Amma yenə də sizlər, yəni, həqiqətən bunu bilməlisiniz ki, düzdür, o söz məni biraz narahat edir. Siz bir oğul vermişsiniz, 1000 oğul qazanmışsınız. Anaya o sözü bəzən deyəndə adamın biraz qəlbi pis olur. Amma doğrudan da insan təkliyini hiss etməmək ən böyük bir şeydir. Yəni, sizin bir var ki, yəni, bütün dünya ölkələrində də müharibə şəraiti olubdur. Onlar da özlərinə görə yəni, itki veriblər. Amma həqiqətən Azərbaycanın şəhidləri, illərlə aprel döyüşləri olubdur, 92-93-ün şəhidləri olub, 20 yanvar şəhidlərimiz olubdur. Yəni, görürsünüz, günü bugünə qədər onlar xatırlanır. Deməli, hər zaman şəhid evlərinə gedəndə bizim dəyərli dostlarımız, böyüklərimiz, ağbəyəklərimiz, ağsaqqallarımız ki var. Bax, bu iş əsnasında biz belə gözəl dostlar qazanmışıq. Tofiq doktor, Dürdane xanım, bax, belə gözəl, dəyərli komandir. Biz, yəni, qonaq kimi gəlməmişik. Biz sadəcə hər dəfə gedəndə bir, məsələn, mütəxəssislə gedirik ki, bəlkə o şəhid ailəsində hansısa bir problem var. Bir gün hüquqşünasla gedirik, bir gün həkimlə gedirik, bir gün psixoloqla gedirik. Yəni, bizim də şəhid ailələrinə bir xidməti borcumuz var. Ona görə tək ki, sizin, belə deyək, tibblə bağlı heç bir probleminiz olmasın. Amma mən bildiyim qədərilə və bu belədir ki, Dürdane xanım, siz komandirə görə illərin bir ailəsisiz. Sizi bağlayan bir şəhid var, şəhid sevgisi var ki, komandirdən bəli, 5 illik bir həyat hekayəsi var ki, onun sevgisini, onun bir kəlməsini o komandirdə qardaş kimi axtarırsınız ki, hər dəfə bəlkə hansısa bir söz yadına düşər. Komandiri eşidəcəyik indi. Dəyərli qardaşımız, komandir, şəhiddən danışın.
Çünki sizin yanınızda olub, son zamanlarını sizlə bərabər keçirib. Mən hər dəfə çəkilişlərdə o sözünüzü mütləq mən onu vurğulayıram və deyirəm ki, mən bilmirəm Sakit müəllim onu özündənmi dedi, hansısa bir cümlə tarixi bir sözdür. Yəni bu sizin özünüzdən deyilən bir sözdürsə, bu tarixi bir sözdür. Şəhidlərin canını alanda Allah aldı və adi sıradan bir insanların canını Əzrail aldı. Mən bu sizin sözünüz olsa da mən hər çəkilişdə bunu analara deyirəm. Niyə? Çünki onların beynində bir sual qalıb. Mənim balam öləndə necə öldü? Bəlkə ağrıdı, bəlkə qorxdu. Yəni ana qəlbidir də, yəni bunu başa düşmək olar. Amma doktorumuzun yanında da olubdu qazilərimiz, şəhidlərimiz. Deyir, 3-cü, 4-cü yanıqla gələn belə, yəni əskərlərimiz olubdu ki, soruşmuşuq necəsiz deyib. Doktor, çox gözəl, əla. Əlbəttə ki, onların canı ağrımaz. Çox sağ olun. Təşəkkür edirəm. Nə xoş mənə ki, bu günləri Samir Paşayevin, şəhid Samir Paşayevin mövlud günündə iştirak edirəm. Şəhiddən danışmaq mənə çətin olsa da, istəyir sülh dövründə Samirin əskərlik xidməti, istəyir müharibə dövründə. Sülh dövründə Samir Paşayev vətənpərvər, nizam-intizamlı və komandirlər tərəfindən dəfələrlə qiymətli hədiyyələr təltif olunmuşdur. Döyüş vaxtı da, müharibə vaxtı da 44 günlük Qarabağ savaşında Samir Paşayev də mənim texnikamda idi, döyüş texnikamda. Cənab Prezident, Cənab Ali Baş Komandanımızın komandan verdi, irəli komandasını verərkən Samir Paşayevlə biz və digər hərb qulluqçularla düşmənin mina sahəsini yarıb girdi içəri və hücumu davam etdirərkən Suqovşan istiqamətində texnikanı düşmən atdığı minamyot tərəfindən vuruldu maşın. Samir yaralandı. Mən özüm yaralandım, yanmışdım. Samir də döyüş texnikasının içindeydi və digərlər də yaralanmışdı. Amma Samir Paşayev çox bərk yaralanmışdı. Orada texnikada hücuma girən zaman Samir Paşayev və digər əskərlər orada çox köməkli göstərirlər. Orada düşmənə layiqincə zərbələr yetirirdilər. Yəni Samir Paşayev yaralansa da belə, amma yenə də sağlamlığı ilə yəni mübarizə aparsa da belə, düşmənlə də mübarizə aparırdı. Orada yaralı düşmənə layiqincə zərbələr yetirirdi. Düşmənin başını əzirdi, düşməni məhv eləyirdi Samir Paşayev. Nəyə görə? Çünki çox vətənpərvər, igid əskər idi, qəhrəmancasına vuruşurdu və qəhrəmancasına da şəhid oldu. Şəhidlərin bir son sözü var, vətən sağ olsun deyərlər. Yəni bu şablon şəhidlərin son sözündən yaranır. Şəhidlərin sözüdür, axır son sözü vətən sağ olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Allah qazilərimizə can sağlığı versin. Bütün şəhid valideynlər qarşısına baş əyirəm. Şəhid olduğu anda oğlan yazdığıdır yəni. Məqamları uca olsun. Çox sağ olun, komandir. Allah sizləri qorusun və siz, mən yəni sizin də tarixçənizi izləyərkən görürəm ki, doğrudan da bir ata sevgisi göstərmisiniz. Onlar ona görə qorxmayıblar. Evin böyüyü kimi onların yanında olmusunuz. Bəli, ona görə onlar böyüyün əmrinə tabi olub və böyüyün sevgisini görərək və bir də görübdür ki, onların böyüyü də onlarla bərabər əskər kimi irəliləyir. Ona görə də onlara güc, həm vətən sevgisi, həm sizlərin göstərişi, həm də o cənab prezidentin qorxma, mən sizinləyəm sözü. Əlbəttə ki, biz təlimlər keçəndə, poligonlarda təlimlər keçirdik biz, amma düşmən nə eləyirdi? Düşmən porçuq kimi yer qazırdı. Biz təlim keçəndə, onlar porçuq kimi.
Onlar nəyə görə o Qarabağı dirçəldə bilmirlər? Dirçəldə bilərdilər. Onlar bilirdilər ki, biz Azərbaycanlılar gələcək ora. Öz torpaqlarına yiyə duracaq Azərbaycanlılar. Və o da yerinə yetirildi. Cənab Prezidentimizin səyi nəticəsində bu yerinə yetirildi. Allah xalqımızı qorusun, Allah millətimizi qorusun, yaşasın Cənab Prezidentimiz, yaşasın Azərbaycan ordusu. Eşq olsun Azərbaycan ordusuna, Allah ordumuza, bütün zabit və əsgərlərimizə can sağlıq versin. Allah şəhidlərimizə bir daha rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin. Bu qədər bütün şəhidlər, şəhid valideynləri qarşısında baş əyirəm. Çünki Azərbaycan həmin dövrdə, həmin 44 günlük savaşında tək biz torpaqlar almadıq, hərbi qulluslar almadıq. Bütün Azərbaycanlılar torpaq aldı. Çünki o anları bütün insanlar yaşadı. Hamı bir oldu, bir yumruq oldu. Çox sağ olun komandir. Deməli, anamız bizə bir kitab gətirdi. Deməli, kitabın müəllifi Rüfət Hüseynlidir. Və Vətən səninlə fəxr edir, Samir Paşayev deyə şəhidimizin ruhuna ithaf eləyib bu kitabı çıxardıbdır. Çox gözəl üz qabığı var. Şəhidimiz gülür. Mən bayaq da onun belə deyək, abidəsi ilə söhbət edərkən, üzünə baxarkən və orada da qeyd elədim ki, bizim komandirimiz Dürdane xanım çıxış edərkən mən komandiri izləyirdim. Sanki şəhidə baxırdı, gözündən keçən o lentləri mən onu hiss etdim. Bilirsiniz necə, o şəhidlər ağrısız, acısız onlar şəhid oldular. Onlar insanlar ağrıyır, can çəkir, can verirlər. Bilirsiniz, onlar gözümüzün qabağında olurlar. Ağrısız, acısız şəhid oldular. Ona görə də siz şəhid olduğu üçün təəssüf eləsəz də, düzdür, qəlbiniz Mən yansa da... şəhid olmasam da, amma şəhidlərin şahidiyəm. Şahid olmuşsunuz, bəli. Allah tərəfindən bu vəzifəni mənə verib. Hər insana nəsib olmur. Şəhidin şahidi olmaq hər insana nəsib olmur. Çünki onlar ağrısız, acısız dünyasını dəyişdilər, şəhid oldular. Məqamı ucaldılar. Məqamı uca olsun, ucadır şəhidimizin. Ana dedi ki, bu hissəni mən sizə çatdırım. Deməli, bu hissədə onun döyüş zamanı necə şəhadətə ucaldığı hissədir. İzləyicilər, deməli, bizim və sizin Azərbaycanın şəhidləri və eləcə də şəhidi Samir Paşayevin döyüş yoldaşı olubdur. Ədayət Nazimoğlu Fətiyevdir. Bəli, o, deməli, bu kitabı yazan Rüfət Hüseynli şəhidimizlə kim döyüş yoldaşı olub və eləcə də komandirin dilindən də olan sözləri götürüb kitaba tarix kimi qeyd edibdir. Oxudum, çox təsirləndim. Yəni, düşmən çox çalışırdı, bizi əsir götürsün, həmən döyüş yoldaşı danışır. Düşmənin 3-4 döyüş postunu aypara formada mühasirəsinə düşmüşdük. Biz düşmənə qarşı avtomatlardan atəş açırdıq, F-1 əl qumbarası atırdıq. Köməyə gələn qüvvə bizim yerimizi dəqiqləşdirdikdən sonra yaralılarımızı təxliyə etdilər. Təxminən gecə saat 11 radələri idi. Əliyev Kənan Samir Paşayevi məni təhvil verdi. Buna baxmayaraq mən özüm də yaralı idim. Müəllif Ədayət köynəyini açıb ürəyinin üst tərəfində yaralandığı yeri göstərdi. Yəni, bu yazıcı ondan soruşduğu kimi yazır. Üz gözünü göstərdi, dəhşətli idi. Demək, o sinəsindən yaralanmışdı ki, həmən bu yazıcıya öz sinəsini açıb göstərir. Samirin başı dizlərimin üzərində idi, su istəyirdi. Üz gözünü sildim, yanımdakı dostlarım etiraz etdilər ki, yaralı olduğuna görə su vermə, şəhid olacaqlar, yəni şəhid olacaq dedi. Su olmaz. Bəli. Niyə su olmaz? Çünki Qan itirir. insan Qan itirəndə, qan itirir, su olmaz da. Su verirsən Qanı da. mənim özümə də su vermirdilər. Kim yaralı? Samir, əsas məqamı burada. Samir çox cəsarətli, dözümlü idi və nə inildiyirdi, eyni komandirin kimi, nə də ofuldamırdı. Deyəcəyi sözləri
güclü eşidirdim. Amma nə ofultu bir səs eşidirdim, nə inilti səsi. Yəni eyni komandirin dediyi kimi, yəni Allah onların dadına çatmışdı həmin məqamda. Ona az su verdim. Sağ ayağı dizdən aşağı qırılmışdı. Çanağı yerindən çıxmışdı. Sol qolu çıxmış, biləyi qırılmışdı. Üz-gözü isə hissə palçığa, laxta qan damcılarına bulaşmış və çapılmış, yaralanmışdı. Bu cür əzab-əziyyətlərin qabağında Samir yenə də onun nurlu üzünü, gözlərini deyir, Samirin gülümsədiyini görürdük. Bir kəlmə söz deyib, komandir, mən yaşayacağam. Bəli, şəhid Samir Paşayev, sən doğrudan da yaşayırsan və bunu öz dilinlə yazmısan, tarixlərə qanunla yazmısan. Dünya durduqca, bugün biz varıq, sabah yoxuq, amma bu tarixlər hər zaman yaşayacaq və bizi kimi vətəndaşlar, dövlətimiz sizləri yaşadacaqlar. Siz elə bir tarix keçdiniz, elə bir yol keçdiniz, elə bir məktəb keçdiniz ki, bu ömür boyu bütün Azərbaycan xalqına və bütün dünyaya bir dərs oldu və bir gözəl məktəb oldu. Tofiq doktor, siz də yəni bax bu ailədə olduq, şəhiddən danışdıq, komandirimiz şəhadətindən danışdı, anamız əskərimizin, şəhidimizin, belə deyək, qəhrəman igid oğlumuzun necə əskər olmamışdan da bax təhsillə maraqlanıb, 600 bal toplayıb, xarici dilli bilirmiş. Yəni bu cürə Allahın bir vergisi olan bir qəhrəman imiş. Bax bu ailədə olduq, bu çayı içdik, doğrudan da ehsanı olsun. Həqiqətən şəhid evində içilən çay bir başqa olur. Doktor, nə hiss elədiniz? Bax, bugün iki çəkilişdə oldu. Dəhşətdir. Sözü demək. O axırdakı o cümlələri oxudum. Bəli. Düzdür, həm vahiməli idi, həm də şərəfli idi. Yəni bu boyda, yəni, bir elə əzab-əziyyətin içərisində nə ofurdadır, nə inildadır. Heç nə hiss eləmədi. Bəli. Elə bir Nəsimin dərisi soyurlar, üzü gülümsüyür. Ondan bir baqqalın barmağı, siz deyin də ona. Deyim də onu. Deyir, baqqalın bir barmağını kəssən, dönüb haqdan qaçar. Nəsimini sarıpa soyarlar, ağlamaz. Gördünüzmü? Yəni Nəsiminin dərisini belə soyanda ağlamır. Ancaq baqqalın barmağını kəsən də o tez silir ki, barmağını kəsməsin. Ay, sağ olun. Bax, eyni tarixdilər. Bəli, eyni tarixdilər. Vətən hissi, vətən coşqu, o şərəf hissi. O sevgini də Allah hər adama aşılamır. Bax, bu şəhidlərin, qazilərimizin, hərbiçilərimizin Allah tərəfindən verilən bir payıdır. Ana, ananın qəlbi. 3 ay ki, bizdəki yanıq şöbəsi açıldı. Mən əsgərləri ki, yanıq olmuşdu. Sifətləri, bütöv bədənləri. Orada Türkiyədən gəlmiş həkimlər, professorlar, dəri ki, köçürürdülər. Onlar ki, onları dözürdü. Bir qırım səsləri çıxmırdı. Çox dəhşətli bir şey. O boyda 3-cü, 4-cü yanıq elə-belə bir şey deyil. Sümün üstü açıqdır. Bəli, bəli. Sümün üstü açıqdır. Ancaq gör onlarda bir uf çıxırdı. Nə soruşurdu, necəsən? Dedi, yaxşıyam. Sevinç içində yaşayırlar onlar. Biz hamımız sevinç içində. Hələ o azadlıq həvəsini yaşayırdılar. Bəli, sevinç içində yaşayırdık. Bu 20 ildə, 30 ildə insanlar nə əzab-əziyyət çəkmişlər, o deyiləsi deyildi. Hər evdə qaçqınlar vardı da. Bəli. Evindən, eşiyindən qaçqınlar. Sonra eşitmişlər ki, Ermənistana qaçanlar, onların başına gələn hadisələr. Mən Kəlbəcərdə olanda o tunel vardı, yəqin orada olmamışsınız. Bir tunel var, Laçından Kəlbəcər arasında tunel. Bəli. Bir maşın keçir o tərəf, bir maşın da bu tərəf. Dedilər ki, Laçından qaçanları o tunelə yığıb, arxadan bütöv güllələmişlər. Demişlər ki, buradan qaçın, gedin, yol açıqda gedin. İçəri çalıb, arxadan onlar güllələmişlər. Bir dənə qalmamışdı. Salamat insan. Yəni, ermənilər bu dünyada, bu həyatda pislikdən başqa heç nə qazanmadılar. Bəli. Bütün nə yaxşılıq vardı, hamısı itirdilər. Biz ancaq onlara, biz onlara ən yaxşılıqlar biz elədik onlara. Ev verdi, eşik verdi, qucaq açdı. Bizə nətərdir? Mən bir kitab yazmışam, yəni sizə də atmışam. Bəli, bəli. Əfsanəyə dönmüş talihlər. Bəli, bəli. Düzdür, əfsanə, sənin adın gedir oradan. Mənim rəhmətli babam Qafanın Atqız kəndindən olub orada. 1905-ci ildə erməni müsabaqın davasında onlar qaçıblar Araz qırağına. Orada Sürtün kəndi yerləşiblər.
Rəhmətli atam 2-ci qrup müharibə əlli idi. O hadisələr söhbət eləmişdi. O qayıtmamışdı, o at qızı. Əmlərim qayıtmışdı. Sovet hökuməti qurulan sonra. Ancaq atam qayıtmamışdı. Demiş ki, mən onları gördüm. Mən orada bir də qayıtmaram. Ermənilərin bizə elədikləri görmüşəm. Mən onları yazmışam orada. Daskan orada əfsanələr yazılır. Məsələn, çox əfsanələr var orada. Bəli. Yazmışam, məsələn, tutaq yazmış Şüşün əfsanəsi, ya filan kəsin əfsanəsi, Bəli. cinlərin əfsanəsi var orada, çox maraqlı bir şeylər. Bir üçün göndərirəm sənə bir dənə. İnşallah, bax nə gözəl ki, onları da bu kitablardır, tarixdir, qeyd edirsiniz. Bəli, o da bir tarixdir, onların da başına gəlmiş hadisələrdir. Yəni biz erməniləri özümüzdə, öz yaxınlarımıza, qonşuluğa yer vermişik, yaşadılar. Bizə belə zülmü gətiriblər. 30 il bizi evimizdə, eşiyimizdə sürgün ediblər. Yəni o kətləri, kəsəkləri getmişsən də, evlər qalmayıb, xarabalıqlar qalıblar. Bütün dünyaya deməli, o vətəni sevmirmiş, o vətəni işğal eləmişdi. Bəli. Onların qanı orada tökülməmişdi. Onlar qan töymüşdülər. Öz cəzalarını da aldılar. Dürdanə xanım, siz də bu evə, bu ocağa hər zaman gəlmisiniz, ziyarət etmisiniz. Komandirin əskərləri onun balalarıdır. Bir ata-oğul sevgisi kimi, bax o dönəmdə onlar o hissi yaşayıblar. Siz də evdə o həyəcanı keçirmisiniz. Və bu ailənin sevgisini mən sizdən eşitmişəm. Sizin sevginiz bizi bu ailə ilə tanış edib. Həqiqətən, düzdür, 3000-4000-dən çox şəhid ailələri var. Kim deyir, biz hamısını tanıyırıq. Belə, yəni, sosial şəbəkələrdən tanıyırıq, amma yəni, hər kəs hissə-hissə görüşür. Nə xoş ki, bugün sizləri daha da yaxından tanıdıq. Hər zaman yanınızdayıq. Siz də bizim bir bacımız, bir böyüyümüz. Fərqi yoxdur, nə sahə olur olsun. Bugün çəkiliş etdik, ya etmədik, hər zaman bir zənginizə yanınızdayıq. Biz vətəndaşlar mütləq şəkildə dövlətə dəstək olmalıyıq. Dövlətin işini hər zaman deyirəm, dövlətçiliyimizi yükləmək olmaz. Baxın, vətəndaş mövqeyi lazımdır, mehriban olmaq lazımdır, bir-birinin halına yanmaq lazımdır. Ona görə də bax, biz bu günlərin şəhid ailələrinin yanındayıq. Bax, belə şəhadətə ucaldığı gün, Mövludu günü mütləq şəkildə ailələri ilə görüşmək lazımdır ki, düzdür, onlar özünü, o boyda bizim cənab prezidentimiz onların yanındadır. Niyə tək hiss etsinlər ki? Amma olur ki, ana qəlbidir, ata qəlbidir, bala itirib, yəni o təkliyi hər zaman hiss edirlər. Gəlin onların təkliyini pozaq, səssizliyini pozaq, onların səsinə səs olaq. Hansı ki, bugün oturduq, bir stəkan çay içdik, ananla söhbət etdik. Düşünürəm ki, ananın da könlünü ala bildik. Dürdanə xanım, söz sizdədir. Çox sağ olun, Əfsanə xanım. Mən bayaq da qeyd elədim, bu ocaq mənə o qədər doğmadı, o qədər əzizdir ki, bayaq qeyd elədim, bugün mənim anamın da cənnətdəki mövludunun ilk cənnətdə mövlududur. Mən niyə bugün buradayım? Həmin olun ki, cənnətdədir. Çünki anam həmişə deyirdi ki, o qədər danışırdım ki, Samir Paşayevdən. Deyirdi ki, məni apar o ana ilə görüşdür. Görüşə bildi? Xeyr, amma qismət olmadı. O getdi Samirin yanına. Can, əmin olun ki, Və şəhadət. bir neçə insanlar anamı görüblər, şəhidlərlə görüblər. Aha. Şəhidlərlə görüblər ki, qapının ağzında ehsan paylayırlar. Deyib ki, şəhidin heç anamı tanımır ha. Prosta elə olub ki, mənim pasiyentim olub, və yaxud da ki, qardaşımın dostu olub, deyib ki, bəs mən ananı gördüm, mənim profillərimlə, statuslarıma, filan şəhidlə durmuşdu, ehsan paylayırdı. Dedi ki, biz burada ehsan paylayırıq, cənnətin qapısının ağzında ehsan paylayırlar. Görün, nə gözəl bir yuxudur. Yuxular bəzən həqiqətdir. Həqiqət olur. Hə, bax bunu doğrudan da belə bir, yəni Yuxu deyəndə röya deyilir. röya. Röyalar həqiqət olur. Çünki ruhlar gedir, qovuşur. Bəli, röyalar Ruhlar gedir, görür. Əbədi dünyada olan. Əbədi dünyaya. Mən bu ocağa hər zaman gələndə, gör nə qədər şəhid ocaqlarında olur. Amma bu ocağa gələndə mənim ruhumda başqa qeyri-adi bir rahatlıq olur. Çünki o ananın qəlbindəki paklığı, ruhumdakı paklığı hiss edirəm. Və Samirin ruhu burada olduğunu hiss edirəm. Bir çox şəhid ailələrində onu hiss edirəm. Amma Samir Paşayev, mənim oğlum dəfələrlə olub, bizdən xəbərsiz, bu kitabdan bir dənə də bizdə var. Gültəkin xanım statusda paylaşanda bir dəfə təsadüfən görmüşdünüz.
növbə ilə aparırlar məktəbə. Hay Allah. Növbə ilə aparırlar və tanıdırlar ki, bizim şəhidimizdir. Samir Paşayev. Bugün gələ bilmədilər, hazırlıqları var idi. Ona görə hər dəfə Gültəkin xanım deyir ki, gətirin, uşaqları da gətirin. Ona görə bugünkü gün Rəbbimə təşəkkür edirəm ki, bu günü də mənə nəsib edib Samir Paşayevin cənnətdəki mövludunu qeyd edirik burada. Ananın yanındayıq, atanın yanındayıq və bizim borcumuzdur. Bax, üzü gülür. Şəkillər, doğrudan mən şəkilləri, o bir möcüzədir. Şəkillər danışır. Şəkilin danışmağı bir başqa möcüzədir. Elə şəkil var ki, biraz qəmgin baxır sən, adamın vicdansızlığı. Baxın, gülür, valla gülür. Mən o abidəsinə baxanda, valla elə bildim, $10 yaşayır. Amma dedim ki, Dürdan xanım, görən bu doğrudan şəhid olur. İnsan öləndə ruhu çıxır canından. O qədər adama belə canlı gülür ki, sanki o bizlə danışır. Həqiqətən. Allah rəhmət eləsin. Allah şəhidimizin Allahın rəhmətini qazanıblar, şəhidlərimiz şəhadətə ucalıblar. Hələ görək biz ora gedib çata biləcəyikmi? Allah bütün şəhidlərimizin məqamını Biz əməllərimizlə gedib çatacaq. Anacan, Kaş gedə bilək. Əməllərimiz. Bəli, əməllərimiz yaxşı olmalıdır ki, şəhid yox. Ən əsası o cənnətin qapılarını görmək. Allah hər kəsə nəsib eləsin. O nəsib etməyin yolu necə əvvəl dindən, imandan, ziyarətgahlardan keçirdi. Onun da bir qolu şəhid evləridir. Bu günlərim, bax, indiki zamanənin də, bax, o yaxşılığın, o ziyarətin, o gözəllikləri hiss etməyin bir qolu şəhid ailələrini və şəhid məzarlarını ziyarətdən keçir. Dəyərli izləyicilər, bununla da bir şəhid ailəsində çəkilişimizi yerinə yetirdik ki, sizlər də tanıyın, agah olun. Bugünkü təqdimatımız şəhid Samir Paşayev idi. Aktual xəbər olaraq bugün şəhidimizin mövlud günündə nə gözəl ki deyirik ki, nə yaxşı ki bu dünyaya gəlmişdin. Nə yaxşı ki adın bu dünyada əbədi olaraq yaşayır. Azərbaycanın mərd, igid, qəhrəman oğlu Samir Paşayev. Əvvəl bu atanın oğluydun, bu ananın oğluydun. İndi bütün Azərbaycan xalqının adını tarixlərə yazan, qan yaddaşınla yazan bir igid qəhrəmansan. Tək sən bu ailənin deyil, bütün Azərbaycan xalqının sevimli qəhrəmanısan. Ümidvaram ki, izləyəcəksiniz, agah olacaqsınız və biz etdiyimiz təbliğatı sizlər də edəcəksiniz və biz və siz fərqi yoxdur. Kimlər çəkiliş edirsəz şəhid evlərində şəhid tarixini yaşatmaq lazımdır. Xatırladaq, xatırlayaq ki, nə vaxtsa bizi də xatırlayan olsun.